Mərhəmətli və rəhimli Allahın adı ilə. Qullarım səndən mənim barəmdə soruşsalar, mən onlara yaxınam. Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da mənim çağırışımı qəbul edib, mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz özünüzə xəyanət edirsiniz. Elə buna görə də O, tövbənizi qəbul edib, sizi bağışladı. Artıq bugündən onlara yaxınlaşın və Allahın sizin üçün əzəldən müəyyən etdiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap qara sapdan, şəfəq gecənin qaranlığından seçilənə qədər yeyin için. Sonra gecəyədək orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın qoyduğu hüdudlardır. Onlara yaxınlaşmayın. Allah öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə ondan qorxalar. Mallarınızı öz aranızda haqsızlıqla yeməyin və cəmaatın malının bir qismini bilə-bilə günah yolu ilə yeyəsiniz deyə hakimləri ələ almağa çalışmayın.